10-cu sinif şagirdi müəlliməni güllələdi. Bugün səhər saat təxminən 9:00-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl idrak liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə məktəbə gəldiyi zaman odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı yaralayıb. Şagird dərhal polis tərəfindən saxlanılıb və silah götürülüb. Caspian Press xəbər verir ki, hadisə nəticəsində xəsarət almış müəlliməyə vaxtında ilkin tibbi yardım göstərilərək kliniki tibbi mərkəzə yerləşdirilib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, zərər çəkmiş 1997-ci il təvəllüdlü şəxsə müvafiq tibbi xidmətlər göstərilib və hazırda cərrahiyyə şöbəsində müalicəsi davam edir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və ilkin istintaq tədbirləri aparılır. Prokurorluq əməkdaşları hadisənin baş vermə şəraitini, səbəblərini və digər ətraflı halları araşdırır. İdrak liseyinin rəhbəri Mönsüm Alışovun açıqlamasına görə, atəşin açılmasına səbəb şagirdin ov tüfəngini ehtiyatsızlıqla istifadə etməsi olduğu bildirilir. Hazırda hüquq mühafizə orqanları hadisə ilə bağlı zəruri tədbirləri davam etdirir.